Şəhidimiz Ruslan Quliyev Şahsəddinoğlu. Ruslan 1984-cü ildə doğulubdur. Sonra ailəlikcə köçüblər Tovuza. Tovuz rayon Dondarquşçu kəndində yaşayıblar. Həm də burada məktəbə başlayıb, orta məktəbini burada bitiribdir. Məktəbi bitirdikdən sonra əsgərlik xidmətinə yola düşübdür. Əsgərlikdən gəldikdən sonra vətən sevgisi böyük idi. Hərbiyə qayıtmaq istəyirdi. Bununla bağlı bir neçə il kurs keçdi. Sonra hərbiçi olaraq işləməyə başladı. Ruslan 2020-ci ildə 27 sentyabrda Vətən müharibəsinə qatıldı. Murov dağı istiqamətində başlamışdı döyüşlərə. Ara-sıra telefon danışıqlarımız olurdu. Uşaqlar tez-tez xəbər alırdı. Ruslan 11 oktyabr Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Vətən müharibəsi şəhidi Ruslan Quliyevin ailəsi Yaşad Fondunun daim diqqət və qayğısı ilə əhatə olunub. Qızı Şəhanə atasının arzularını yaşadaraq 2025-ci ildə tələbə adını qazanıb. Bu uğuruna görə Yaşad Fondu tərəfindən ona 2000 manat məbləğində təhsil mükafatı təqdim olunub. Oğlu Nurlan isə 2025-ci ildə fondun London şəhərində təşkil etdiyi yay məktəbində iştirak edib. Mən şəhid övladlarının imtahanlarda yüksək nəticə yığıb xarici ölkələrə getdiklərini görüb həvəsləndim və qarşıma məqsəd qoydum. İmtahanda yüksək nəticə yığdım və Yaşad Fondunun dəstəyi ilə də Londona getdim. Orada yeni dostlar edindim. Çoxlu gəzməli yerləri gəzdik. Higben, Temza çayı və ingilis səviyyəmi çox yüksək dərəcədə artırdım. İndi də qarşıma məqsəd qoyuram ki, gələcəkdə xaricdə oxuyacağam. Yaşad Fondunun məktəbli ləvazimatı və hədiyyə karvanı layihələri çərçivəsində isə onlara müxtəlif hədiyyələr təqdim olunub. Onlar şəhid yadigarları kimi Yaşad düşərgələrində iştirak edərək həm birlik, həm də unudulmaz dostluqlar qazanıblar. Bütün bu dəstək tədbirləri yalnız bir ailəyə göstərilən qayğı deyil, bu bir şəhidin ruhuna olan sonsuz ehtiramın, vətən əmanətlərinə sevgi ilə sahib çıxmağın ifadəsidir.